Bakıda oğul anasını öldürüb. Today Press TV xəbər verir ki, bu barədə trendə faciə baş verən ailənin yaxınları məlumat verib. Məlumatda bildirilir ki, 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maşdağa Südçülük savxozunda Ağayev Emil Xanlaroğlu anası 67 yaşlı Ağayeva Həyat Nəzər qızını amansızlıqla qətlə yetirib. Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O hətta bir müddət aidiyyatı dispanserdə bu asılılığa görə müalicə də alıb. Mərhumun əzizlərinin fikrincə Emil Ağayev hadisəni əvvəlcədən planlayıb. Çünki həmin gecə Emil Ağayev yoldaşı ilə birgə qaynanası yerdə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla, xüsusi amansızlıqla qətlə yetirib. Baş prokurorluqdan bildirilib ki, şübhəli Emil Ağayev saxlanılıb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi açılıb. Namiq Abbasov, Today Press TV.